Aslında 16. turun son oyunu keçirilməlidir. Bu turda bir qədər əvvəl biz Elit və Şirvan komandalarının oyununa baxdıq. 4-0 hesabı ilə Elit komandası qalib gəldi. Bir gün əvvəl keçirilən oyunlarda nəticələr belə olub. Zəfər Embavut 2-1, Omar Qarabağ 6-0. Polat və Buta Golden komandalarını isə 6-0 hesabı ilə texniki qələbə verilib. Çünki onların rəqibləri Ağstafa Dilbaz və Atilla klubları meydana çıxmayıblar. Yəqin ki, müəyyən problemlər, müəyyən səbəblər var. Və odur ki, indi son oyun ərəfəsində gəlin yarış cədvəlinə birlikdə nəzər salaq. Sərhədçi komandası 39 xalla irəlidə gedir. Elit klubu 36 xalla ikinci pillədədir. Zəfər və Polat komandaları isə 35 xalla sonraki yerləri tuturlar. Bugün sərhədçinin rəqibi Xəzər komandası isə 10 xalla 9-cu yerdə gedir. Komandalar artıq meydanda təqdim olunublar və biz də onların heyətlərini sizə təqdim edirik. Sərhədçi komandası tünd qırmızı rəngli geyimlərdə oynayır. Komandanın heyəti belədir. 1 nömrəli oyuncu Rəşad Həsənov, 2 Əli Rızayev, 3 Vahid Məmmədov, 4 İbrahim Rızalı, 5 nömrəli oyuncu Məhəmməd Mirzəyev və biz bu heyətdə 1 nömrəli oyuncu Rəşad Həsənovu görmürük və o start heyətinə daxil edilməyib. Ehtiyatdadır. Ehtiyat oyuncular arasında daha 3 idmançını qeyd eləmək lazımdır. 6 Rəhman Ağayev, 7 Ceyhun Əliyev və 8 Fəyaz Nəzərov. Xəzər komandası qara geyimdə oynayır. 2 Bilal İmanov, 3 Nurlan Qurbanov, 4 Məhəbbəd İsmailov və 5 Cəmşid Musayev. Ehtiyat oyuncular Mübariz Hüseynov və 7 Salih Quluzadə. Oyun başlanan kimi sərhədçi komandası hücuma keçib və indi komanda demək olar ki, təşəbbüsə yələnib, amma hələ ki qapıya tərəf dəqiq zərbə vurulmayıb. Sərhədçi komandasının heyətində mən bir daha diqqət yetirirəm. Rəşad Həsənov meydandadır. Bəli, Rəşad Həsənov start heyətinə daxil edilib. Burada 3 nömrəli oyuncu Vahid Məmmədovu da əlavə eləmək lazımdır və Məhəmməd Mirzəyev o da meydanda start heyətində mübarizə aparır və indi yenə də sərhədçi komandası hücumdadır, amma Xəzər klubunun oyuncuları bu hücumun qarşısını alırlar. Lakin bununla belə sərhədçi komandası hər dəfə hücumlarını çox asanlıqla davam etdirməyə nail olur. Yenə də Rəşad Həsənov Azərbaycan Peşəkar Çövkan Liqasının bombardiri 29 gol vurub və ümumiyyətlə gol vurmaq baxımından bu idmançının çox gözəl duyumu var. Meydanda lazımınca mövqe seçə bilir və hər dəfə elə bir yer tutur ki, sanki əvvəlcədən hiss edir top hara ötürüləcək.
Top oyuna daxil edilir və indi Xəzər komandası da nadir əks hücumlarından biri başlanır. Lakin sərhədçilər dərhal bu hücumun da qarşısını ala bilirlər. Öz növbələrində onlar dərhal əks hücuma keçirlər, amma yenə də qapıya tərəf dəqiq zərbə vurulmayıb. Bəli, sərhədçi komandasının heyətində 6 nömrəli oyuncu Rəhman Ağayev də bəli meydandadır. Beləliklə start heyəti bir daha nəzərinizə çatdırıram. Rəşad Həsənov nömrə 1, Vahid Məmmədov 3, Məhəmməd Mirzəyev 5 və Rəhman Ağayev 6. Komandanın məşqçisi Namiq Orucovdur. Xəzər klubunu isə bu yarışa məşqçi Əlövsət Abdurrəhmanov hazırlayıb. Və oyunun hakimi Zaur Tahirovdur. Onun köməkçiləri Ceyhun Əliyev və Kamil Həsənov. Mübarizə davam edir. Hər dəfə sərhədçi komandası topu meydanın Xəzərə aid hissəsinə yönəldir. Cərimə meydançasına qədər gəlib çatır. Lakin buradan o yana artıq hücumu davam etdirmək xeyli çətin olur və indi topu qapıya tərəf vurmaq üçün yaxşı imkan yaranmışdı. Amma Rəhman Ağayev bir qədər yubandı və topa zərbə endirə bilmədi. İndi o küncdən zərbə ilə top oyuna daxil edəcək. Top cərimə meydançasına tərəf vurulur. Lakin burada müdafiəçi Nurlan Qurbanov topu geri qaytara bilir. Hələ ki top meydanın Xəzərə aid hissəsindədir. Yenə də sərhədçilər ona yelənməyə nail olurlar və yenə də topu cərimə meydançasının qarşısına tərəf vururlar. Amma burada Vahid Məmmədovun zərbəsinə imkan verilmir. Vahid Məmmədov da Azərbaycanın çempionatında ən çox qol vuran idmançılardan biridir. 25 dəfə fərqlənib və bu göstəriciyə görə o sərhədçi komandasında yalnız Rəşad Həsənovdan geri qalıb. Və ümumiyyətlə qeyd edim ki, sərhədçi komandası indiyə kimi Azərbaycan çempionatında hamıdan çox 76 qol vurub. Ümumiyyətlə komanda hücumda çox güclü oyun nümayiş etdirir və indi də hesabı açmaq üçün yaxşı imkan var idi, amma top qapıdan aralı keçdi. Müqayisə üçün deyim ki, məsələn, qeyd etdim sərhədçi komandası 76 qol vurub. Müqayisə üçün deyim ki, ümumiyyətlə Embavut, Xəzər, Atilla, Qarabağ və Ağstafa Dilbaz klubları birlikdə sərhədçidən az qol vurublar. Elə bu da sərhədçi komandasının ümumiyyətlə çempionatda hücumda nə qədər güclü oynadığını bir daha təsdiqləyir. 76 qol vurulub və sərhədçilər öz qaplarından cəmi 4 top buraxıblar. Bu ümumiyyətlə Azərbaycan çempionatında ən yaxşı göstəricilərdir. Lakin hələ Xəzər komandası ilə görüşdə 7 dəqiqə keçsə də sərhədçilər müvəffəqiyyət qazana bilməyiblər. Bəli, Xəzər komandası çempionatın liderinə layiqincə müqavimət göstərir. Qeyd edim ki, sərhədçi klubu ümumiyyətlə son turlarda öz oyununu xeyli gücləndirib və istər outsiderlərlə, istərsə də özünün birbaşa rəqibləri ilə, yəni liderlər qrupundakı rəqibləri ilə oyunlarda qalib gəlib. Elə Zəfər və Polad komandaları ilə görüşləri xatırlamaq olar. Zəfərlə oyunda 3-0, Poladla görüşdə isə 2-0 hesablı qələbə sərhədçinin birinci yerdə mövqeyini xeyli möhkəmlədi və Ağstafa Dilbaz komandası ilə oyunda isə sərhədçilər rəqiblərinə qətiyyən ümid yeri qoymayıblar. 12-0 və indi də Xəzər komandası doğrudur, onu da çempionatın outsiderlərindən biri hesab eləmək olar, amma komanda 10 xalla 9-cu yerdə gedir, doğrudur. Bununla belə bu klub 3 komandanı Atilla, Qarabağ və Ağstafa Dilbazı qabaqlayır. Bu 3 klub 6 xalla 10-cu, 12-ci yerləri bölüşdürür.
Bununla belə outsiderlər qrupunda olsa da Xəzər komandası indi çempionatın lideri ilə oyunda çox yaxşı təsir bağışlayır. Sərhədçilər hələ də hesabı aça bilməyiblər və çox maraqlıdır. Əgər Xəzər komandası bu məqamda hesabda irəli çıxsa, bax bu əlbəttə ki mübarizəyə yeni bir rəng qatacaq. Əlbəttə burada intriqa xeyli güclənəcək. Amma indi Xəzər komandasının 5 nömrəli oyuncusu Cəmşid Musayevə xəbərdarlıq edilir və qaydanı pozduğuna görə, atın qarşısına çox kobud şəkildə çıxdığına görə budur. İndi top oyuna daxil edilir. Yəqin ki siz Xəzər komandasının oyuncusu Nurlan Qurbanovun atına diqqət yetirdiniz. At qan tərə batıb və bu da onu göstərir ki, idmançılar var qüvvə ilə mübarizə aparır və atlarını 4 nala çapırlar. Topa yələnməyə cəhd eləyirlər. Yəni burada bir-birlərinə güzəşt etmirlər və bütün qüvvəni mübarizəyə sərf eləyirlər. Bir qədər əvvəl keçirilən oyunda da biz bu məqamları müşahidə etdik. Şirvan və elit klublarının görüşü çox maraqlı alındı. Mütəxəssislərin rəyinə görə elit komandası qalib gələcəkdi və doğrudan da bu ehtimallar özünü doğrultdu. Amma qeyd edim ki, elit komandası qalib gəlmək üçün xeyli qüvvə sərf eləməli oldu. Birinci hissədə elit idmançıları 2-0 hesabı ilə irəli çıxdılar. Amma fasilədən sonra uzun müddət Şirvan komandası hesab arasındakı fərqi azaltmaq, hətta hər iki topun əvəzinə çıxmaq üçün xeyli səy göstərdi və az qala məqsədinə nail olacaqdı. Belə bu məqamda Şəhriyar Ağayevin vurduğu 2 top artıq mübarizənin taleyini həll etdi və indi də biz çempionatın lideri ilə görüşdə Xəzər komandasının belə çox yaxşı oyununu müşahidə edirik. Hələ ki hesab açılmayıb, oyunun 11-ci dəqiqəsi gedir. 0-0 topu Xəzər komandasının oyuncuları vurmalıdırlar və indi onlar topu oyuna daxil edəcəklər. Artıq 11 dəqiqə tamam oldu və birinci hissənin başa çatmasına 4 dəqiqə qalıb. Yenə də top cərimə meydançasına ötürülür və hesabı açmaq üçün çox yaxşı imkan var idi. Bu dəfə açıq demək lazımdır ki, Xəzər komandasının bəxti gətirdi. Oyun davam ettirilir və qeyd edim ki, Sərhədçi komandası indi hücumlarını yenə də davam etdirir. Komanda 1-0 hesabı ilə irəlidə olsa da hər halda hiss olunur ki, hücumlar çox çətin alınır. Oyun davam edir. Xəzər komandası topu oyuna daxil etdi. Cərimə meydançası yaxınlığında Nurlan Qurbanov topa gələnir və onu mərkəz xəttə tərəf vurmağa cəhd etdi. Lakin məqsədinə nail olmadı. İndi ikinci topu Xəzər komandasının qapısından keçirmək olardı, amma zərbə çox zəif alındı və top diyirlənərək yarım dairədə dayandı. Burada Məhəmməd Mirzəyev hesabı artıra bilərdi. Lakin dediyimiz kimi onun vurduğu zərbə o qədər də güclü deyildi.
Birinci hissənin başa çatmasına 2 dəqiqədən də az qalıb. Yenə də top meydanın Xəzər komandasına ait hissəsindədir. Hakemi bildirir ki, top oyuna daxil edilməlidir. Bəli, 1-0 hesabı saxlanılır. Yeganə topu Xəzər komandasının qapısından Vahid Məmmədov keçirib. Bu artıq idmançının Peşəkar Çövkən liqasında vurduğu 26-cı qoldur. Birinci hissə başa çatmaqdadır. Artıq son saniyələr gedir. Hesab 1-0 və bir daha xatırladım ki, yeganə qolun müəllifi Vahid Məmmədovdur. Bu da onu ekranlarınızda gördünüz. İndi topu oyuna daxil edilməlidir. Sərhədçilər topu vurmağa hazırlaşırlar. Məhəmməd Mirzəyev topu cərimə meydançasına tərəf yönəldir və ikinci top qapıdan keçir. Yenə də Vahid Məmmədov fərqlənir. 2-0. Və qeyd edim ki, Xəzər komandası idmançıları çox könülsüz bir şəkildə meydanın mərkəz xəttinə tərəf yönəlirlər və hətta diqqət yetirin, onların əvəzinə sərhədçilər topu mərkəzi nöqtəyə tərəf aparırlar və indi Xəzər komandası topu oyuna daxil etməlidir. Onlar oyuna mərkəzdən başlamalıdırlar. Artıq birinci hissənin vaxtı başa çatıb. Və yəqin ki, Xəzər komandası topu oyuna daxil edən kimi hakim Zaur Tahirov fasilə haqqında öz qərarını bildirəcək. Beləliklə, fit səslənir və 2-0 birinci hissə başa çatdı. Sərhədçi komandası irəlidədir. Hər iki topu Xəzər klubunun qapısından Sərhədçilərin 3 nömrəli oyuncusu, çempionatın snayperlərindən biri Vahid Məmmədov vurub və bu onun artıq çempionatda vurduğu 26-cı və 27-ci qollardır. Hər iki topun necə vurulduğunu siz bir daha ekranlarınızda gördünüz. Beləliklə 2-0 və bir neçə dəqiqədən sonra biz Sərhədçi Xəzər görüşündən reportajımızı davam etdirəcəyik. Hörmətli tamaşaçılar, Binə açılıq mərkəzindən reportajımız davam edir. Sərhədçi və Xəzər komandaları arasında oyunda ikinci hissə başlanır. Peşəkar Çövkən liqasının lideri outsiderlərdən biri ilə qarşılaşır və hesab 2-0'dır. Hər iki topun müəllifi, hər iki qolun müəllifi Vahid Məmmədovdur. Və qeyd edim ki, Sərhədçi komandasının birinci hissədə daha böyük hesabla üstünlük qazanacağı ehtimal olunurdu. Amma bu ehtimallar özünü doğrultmur. Xəzər komandası liderə layiqincə müqavimət göstərir, amma nəzərə almaq lazımdır ki, hər halda Sərhədçi komandası elə bu görüşdə hər halda oyunu demək olar ki, meydanın Xəzərə aid hissəsində keçirir. Yəni, tam ərazi üstünlüyü də qazanılıb. Amma qapıya tərəf zərbələr o qədər də dəqiq deyil. Hər halda Sərhədçi komandasının hücum xəttində Rəşad Həsənov və Vahid Məmmədov kimi mahir Çövkən ustaları oynayır və onlar mütəxəssislərin ehtimallarına görə elə ikisi ayrı-ayrılıqda tək başına da hər bir oyunda lider funksiyalarını özlərinə götürüb oyunun taleyini həll edə bilərlər və indi Vahid Məmmədov bu funksiyaları yerinə yetirir. Yenə də hücum və daha bir qol. Bu dəfə Rəşad Həsənov.
topu qapıdan keçirməyə cəhd etdi, amma yox, belə bir təsəvvür yarandı ki, top qapıdan keçib, amma görünür zərbə dəqiq olmayıb və top qapıdan aralı ötdü. 2-0 hesabı dəyişməyib. Bununla belə nəzərə almaq lazımdır ki, belə vəziyyətlərdə, yəni bir qədər əvvəlki vəziyyətdə Rəşad Həsənov kimi mahir çovkən ustasının qeyri-dəqiq zərbə vurması çox təəccüblüdür, heyrətamizdir və görünür bəlkə də idmançı belə bir əlverişli vəziyyətin ələ düşəcəyini özü də gözləmirdi. Odur ki, bəli, nəhayət indi hesabı artırmaq üçün yenə də yaxşı imkan yaranmışdı, amma bu dəfə müdafiəçilər özlərini yetirdilər və topu cərimə meydançasından çıxartdılar. İndi Xəzər komandası hücuma başlayır. Amma Bilal İmanov topu geri qaytarmağa cəhd eləsə də zərbəsi yaxşı alınmadı. Bu dəfə isə Vahid Məmmədov bir qədər sola meyil eləmişdi və cərimə meydançasına çatar-çatmaz topa zərbə indirdi, amma müdafiəçilər onu meydandan çıxarırlar. Küncdən zərbə təyin olunur. Rəhman Ağayev. Top cərimə meydançasında komacıqlardan birində ilişib qalmışdı və yalnız indi yenə də qapıya tərəf zərbə, amma bu dəfə Rəşad Həsənovun vurduğu top dirəyin yanından ötdü. Yenə də topu oyuna Xəzər komandası daxil etməlidir. Lakin bu cəhd bir qədər uğursuz alınır və top cərimə meydançasının qarşısında yenə də sərhədçi komandasına çatır. Vahid Məmmədov topla sürətlə irəliləyir, cərimə meydançasına yaxınlaşır, komanda yoldaşları da ona çatırlar, hücumu davam etdirməyə hazırdılar və yenə də qapıya tərəf zərbə, amma bu dəfə də top qapıdan aralı keçir və indi hakim bildirir ki, topa son dəfə Xəzər komandasının idmançıları toxunmuşlar. Ona görə də küncdən zərbə təyin olunur. Yenə də qapı qarşısında təhlükəli vəziyyət yaranır və qol hesabı alınmır. Hakim bildirir ki, Rəşad Həsənov yarım dairənin daxilində idi və burada topa artıq zərbə vurmaq qadağandır. Fragmentin təkrarına baxın, budur. Bəli, doğrudur, top qapıdan keçir yarım dairədə və üstəlik hətta sərhədçi komandasının kapitanı topa çövkənlə zərbə vurmağa imkan tapmadı. Fragmentin təkrarında da görünür ki, top atın ayağına dəyərək qapı xəttini keçdi və ona görə də qol hesaba alınmır. Oyunun 21-ci dəqiqəsi gedir. Yenə də Xəzər komandasının qapısı qarşısında təhlükəli vəziyyət yaranır, amma top yarım dairədə ilişib qalır. Budur gördüyünüz kimi artıq burada ona nə hücum edən, nə də müdafiə olunan tərəf toxuna bilməzdi. Ona görə də hakim cərimə meydançasından zərbə təyin eləyir və burada diqqət yetirin, sərhədçilər artıq cərimə meydançasının həndəvərində topun oyuna daxil edilməsini gözləyirlər. Belə məlum olur ki, onlar elə burada topa elə cərimə meydançasının xətti yaxınlığında yələnmək fikrindədirlər.
Bu da əlbəttə ki, Xəzər komandasından idmançılardan müəyyən psixoloji təsir göstərə bilər, amma hər halda sərhədçilər bir qədər geri çəkilməyi lazım bilirlər. Bilal İmanov və Məhəbbət İsmailov topun yaxınlığında dayanıblar, hələ ki top oyuna daxil edilməyib. Air Arabia şirkətinin təyyarəsi səmaya ucalır. Bildiyiniz kimi Binə Atçılıq Mərkəzi Heydər Əliyev Beynəlxalq Hava Limanının yaxınlığında yerləşir və bəzən burada havaya qalxan, eləcə də eniş edən təyyarələri də görmək mümkündür. Və burada əlbəttə ki, çox maraqlı bir təzad yaranır. İnsanlar artıq belə dəmir quşlarda, təyyarələrdə uçmağı öyrəniblər. Hətta kosmosa, aya da insanlar qədəm qoyub, raketlərdə kosmik fəzaya qalxırlar. Bununla belə yenə də atlara maraq itməyib. Atlar vaxtilə bir nömrəli nəqliyyat vasitəsi sayılırdı və ümumiyyətlə sivilizasiyanın ayrı-ayrı mərhələlərində həm hökmdarlar, həm də müxtəlif təbəqələrin nümayəndələri, tacirlər, əkinçilər bu nəcib canlıların xidmətlərindən bol-bol yararlanıblar və atlar ümumiyyətlə Azərbaycan xalqının tarixində də çox mühüm yer tutur və bir qədər əvvəl də qeyd etdiyimiz kimi istər dinc şəraitdə, məişətimizdə bu nəcib canlılardan istifadə olunub, istərsə də yağı üstünə igidlərimiz qılınc qurşanıb at belində gediblər və Elin obanın başı üstünü alan təhlükəni üfüqlərin o tayına aşırıblar. Və illər keçdikcə ara sıra atçılığa da maraq müəyyən dərəcədə azalmışdı. Xüsusilə də keçmiş Sovet dövründə idmanın bu növü az qala qadağan edilirdi və ümumiyyətlə Azərbaycan xalqının yenə də atçılıq idmanından istifadə eləməsi, ona maraq göstərməsi qarşısında da müəyyən səddlər yaradılırdı. Amma xalqımız idmanın bu növünə marağı saxladı və indi bu ənənələr daha da zənginləşdirilir. Sərhədçi komandası 3-cü dəfə müvəffəqiyyət qazanır. 3-0. Top yenə də meydanın mərkəzinə qoyulur, lakin elektrotabloda hələ ki 2-0 hesabı göstərilir. Oyun davam etdirilir. Hakim bildirir ki, top yenidən oyuna daxil edilməlidir. Oyun davam edir. Top meydandan çıxır, bəli, hakim görüşü dayandırır. 3-0 hesab sərhədçi komandasının xeyrinədir və maraqlıdır ki, 3-cü qolu da Vahid Məmmədov Xəzər komandasının qapısından keçirib. Bununla bağlı elektrotabloda da müəyyən düzəliş edilməlidir. Bəli, 3-0 hesab sərhədçinin xeyrinədir. Vahid Məmmədov öz qol hesabını 28-ə çatdırır və o indi Rəşad Həsənova çatmaqdadır. Bunun üçün daha bir qol tələb olunur. Vahid Məmmədov əgər bu qolu da vura bilsə, o zaman ümumiyyətlə Azərbaycan çempionatının lideri olacaq.
Xəzər komandası indi hücumunu xeyli gücləndirib və belə görünür ki, komanda heç olmasa bir qolun əvəzini çıxmağa çalışır. Lakin sərhədçilər topu cərimə meydançasından uzaqlaşdırırlar. İndi oyun yenə də meydanın mərkəzində gedir. Topa yiyələnməyə cəhd edən sərhədçilər nəhayət indi məqsədlərinə nail olurlar və yenə də qapı qarşısında demək olar ki, heç kim yoxdur və onu qapıya yönəltmək heç də çətin deyildi. Bununla belə top yenə də diyirlənərək yarım dairədə sürətini tamamilə itirdi və dirəyə toxunub dayandı. Hesab dəyişmir 3-0. Görüş tədricən sona yaxınlaşır. Qeyd edim ki, bu oyundan sonra artıq Peşəkar Çövkən Liqasında yarışlarda müəyyən fasilə veriləcək. Bu da Respublikamızda keçirilən 3-cü MDB oyunları ilə əlaqədardır. Lakin hər halda nəzərə almaq lazımdır ki, atçılıq idmanı həvəskarları Çövkənsiz qalmayacaqlar. Belə ki, Müstəqil Dövlətlər Birliyinin 3-cü idman oyunlarının proqramına Çövkən də daxil edilib və bu yarış elə oyunların ilk günündən sonuna qədər Şəki şəhərində olacaq. Həmin turnirdə Azərbaycan komandası da favorit kimi göstərilir və sözsüz ki, biz Azərbaycan idmançılarının bu yarışda qələbəsinə böyük ümidlər bəsləyəcəyik. Bu da Respublikamızın atçılıq idmanı tarixində yeni bir nailiyyət olacaq. Sərhədçi və Xəzər komandalarının oyunu isə sona yaxınlaşır. Növbəti tur artıq 3-cü MDB oyunlarından sonra keçiriləcək. Bu da oktyabr ayının ortalarına təsadüf edir. Azərbaycan çempionatında sonuncu tur isə noyabrın 26-sına təyin olunub. Həmin gün Azərbaycan çempionu da müəyyən. Bəlkə də həmin turdan əvvəl sərhədçilər yarışın başa çatmasına bir neçə gün qalmış, vaxtından əvvəl çempion titulunu təmin etsinlər. Amma dediyimiz kimi çempionatın son turu noyabrın 26-sına təyin olunub. Top meydandan çıxır və hakim bildirir ki, outdan topu sərhədçilər oyuna daxil etməlidir. Bəli. Rəhman Ağayev tələsmir. O topun ötürülməsini gözləyir. Topu Məhəmməd Mirzəyev cərimə meydançasının qarşısına vurur və burada Xəzər komandası topu geri qaytarsa da yenə də sərhədçilər hücumu davam etdirirlər. Vahid Məmmədov qapıya tərəf yaxınlaşır, amma zərbə vurmağa imkan vermirlər və burada Məhəmməd Mirzəyev də onun köməyinə tələsir. Amma Xəzər komandası burada keçilməz səddlər yaradıb, yenə də topu geri qaytarmağa cəhd eləyirlər və top qapıdan keçir. Yenə də sərhədçi komandası müvəffəqiyyət qazanır və bu dəfə də Xəzər oyuna mərkəzdən başlamalıdır. Rəşad Həsənov da bu oyunda budur. Gəlin fraqmentin təkrarına baxaq. Bəli, top qapıdan keçir. Rəşad Həsənov qolun müəllifidir. Oyunun başa çatmasına 2 dəqiqə qalmış. Rəşad Həsənov hesabı 4-0-a çatdırdı. Yenə də top orada mübarizə gedir və Rəşad Həsənov burada sağ kənarda hücumu davam etdirməyə cəhd eləyir. Topu cərimə meydançasına tərəf yönəldir, amma burada Xəzər komandasının idmançısı
Bilal İmanov demək olar ki, az qala yerə qədər əyilərək topa zərbə vurmağa çalışırdı. Bununla belə o sağ ayağı ilə üzəngidən möhkəmcə tutaraq hər halda özünü yəhər üstündə saxlaya bildi, müvazinətini itirmədi. Və qeyd edim ki, ümumiyyətlə Çövkən oyunlarında çox tez-tez belə məqamları görürük və oyunu bəzəyən də məhz elə bu məqamlardır. İdmançılar burada at belində həm süvari, həm də çapar keyfiyyətlərini göstərirlər. Atı idarə eləmək bacarıqlarını nümayiş etdirirlər. Bir sözlə bu da dediyim kimi oyuna müəyyən rəng qatır. Sərhədçi və Xəzər komandalarının görüşü başa çatdı. 4-0 hesabı ilə sərhədçilər qalib gəlirlər və bu da o deməkdir ki, onlar xallardı sayını 42-yə çatdırırlar və onlar ən yaxın rəqiblərini yenə də əvvəlki kimi 6 xal qabaqlayırlar. Qeyd edim ki, Xəzər komandasının qapısından 3 topu Vahid Məmmədov keçirdi. Daha bir gol isə Rəşad Həsənovun hesabına yazıldı. Beləliklə 4-0 və biz bununla da Peşəkar Çövkən Liqasının 16-cı turundan reportajlarımızı başa çatdırırıq. Rejissor Elfin Qulusoy reportajı Fikrət Adgözəllə aparırdı. Sağ olun, gələn görüşlərə dək.